Salamlar, mən uzman doktor Elgün Hacıyev. YouTube səhifəmə xoş gəlmisiniz. Bugünkü mövzumuz sərtləşmə problemlərində istifadə olunan, istənilən analizlərdir. Sərtləşmə problemlərində ilk istənilən analizlərin başında təbii ki, testosteron durur. Burada total testosteron, sərbəst testosteron və daha sonra hormonal statuslar yoxlanılmalıdır. Yəni bunun içərisində LH-lardır, estradioldur, yəni qadınlıq hormonudur, prolaktindir və ZOP dəyərləri baxılmalıdır. Çünki testosteronun azlığında biz bəylərdə istəksizlik və eyni zamanda da cinsi zəiflik görürük və bunun hansı səviyyədə olmasını biz mütləq dərəcədə bilməliyik. Eyni zamanda ZOP, yəni tiroidə bağlı problemlərdə, yəni çox yüksəkliyi və yaxud da çox aşağı olması biz bəylərdə ilk başda istəksizlik, daha sonra da cinsi zəifliyə gətirib çıxarda bilir. Bunlar əgər yerindədirsə, biraz sonraki etapa keçə bilirik və yaxud da burada hansı bir hormonal balanssızlıq gördüyümüzdə biz o hormon əksikliyinə bağlı olaraq öz müalicələrimizi, daha çox hormon substansiyasını etiririk. İkinci etapda gəlir qan yağları və şəkər. Glukoza, yəni qanda yüksək səviyyələrdə olanda bildiyimiz kimi bu bizim sinir sistemimizə və eyni zamanda damarların elastikliyinə, genişləyib balacalaşmasına təsir eləyir. Şəkər uzun müddətli bədəndə yüksək olanda beyində siqnalın istənilən qədər cinsi orqana ötürülməməsinə səbəb olur. Yəni siqnal oraya getməyəndə də o siqnalın yaratdığı sərtləşməni də biz bəylərdə zəif və yaxud da heç görmürük. Ona görə biz mütləq dərəcədə qlukozanın yerində olub-olmadığına baxmalıyıq. Üçüncü hissədə isə bizim qan yağlarımızdır. Yəni qan yağları dediyimiz xolesteroldur, triqliseriddir, pis xolesterol, yaxşı xolesterol və bunların içərisindəki ahənglik bizim üçün önəmlidir. Çünki qan yağları yüksək olduğunda bildiyimiz üzrə damarlarda tıxanmaları gətirib çıxardır və bu tıxanmalar da ürəkdə olduğu kimi cinsi orqanda damarların tıxanmasına, qanın istənilən qədər cinsi orqana ötürülməməsinə gətirib çıxardır. Əgər burada da hər hansı bir anormallıq gördüyümüzdə, yəni çox yüksək olduğunda mümkün qədər bu xolesterol səviyyələrini, qan yağlarını optimallaşdırırıq, yəni aşağıya salırıq və ona görə də müalicələrimizi eləyirik. Yəni tipik olaraq bunlarda biz bu qan yağlarını istəyək ki, mümkün dərəcədə pasiyentimiz saat 8 ilə 11 arasında bu qan analizlərini az qana verməlidirlər ki, nəticələrimizdə düzgün çıxsın. Bunun kimi faydalı videolardan vaxtında xəbərdar olmaq üçün YouTube səhifəmi təqib etməyi unutmayın. Əgər hər hansı bir sual doğarsa da, yaranarsa da şərh bölməsinə yazmağı da unutmayın ki, vaxtında ona cavabını yazaq.